Bəs sən bilirdin? Bakının kənarında yerləşən atəşgah təkcə bir məbəd deyil. Bu yer min illərdir yanan bir inancın izidir. Bir vaxtlar burada yerin altından çıxan təbii qaz alovları heç vaxt sönmürdü. Elə buna görə də insanlar buranı müqəddəs sayırdı. Xüsusilə zərdüştlər üçün bu alov Tanrının gücünü simvolizə edirdi. Onlar kilometrlərlə yol qət edib sadəcə bu alovu görmək üçün buraya gəlirdilər. Təsəvvür elə, səhranın ortasında bir məbəd və ortasında daim yanan od. Amma bu yer təkcə dini məkan deyildi. Burada tacirlər, səyyahlar, filosoflar görüşürdü, danışırdı, düşünürdü. Yəni atəşgah sadəcə odun yandığı yer deyil, insanlığın düşüncəsinin də alışdığı nöqtədir. Bugün isə o alov artıq təbii yanmır, amma onun hekayəsi hələ də yanmağa davam edir.